Əgər sənin də oynağından xoşa gəlməz səslər gəlir və ağrı hiss edirsənsə, bu videonu keçmə. Deməli, bugün mənə bir bəy müraciət etdi, hansı ki, düzənli olaraq ağırlıq məşqləri edir və futbolla məşğul olur və bildirdi ki, bir neçə il öncə dizində bir ağrı və xoşa gəlməz səslər var imiş. MRT çəkdiribdi, bağlarında problem çıxıbdı və daha sonra müalicə götürübdü. Müalicədən sonra bir müddət özünü yaxşı hiss edibdi. Daha sonra yenidən təkrarlamağa başlayıb bu problem və düzənli olaraq müalicə götürmək zorunda qalıbdı. Ayrıca onu da qeyd etmək istəyirəm ki, qida əlavələri də istifadə edir. Bununla bağlı belə bir şey deyə bilərəm ki, o oynaqdan gələn səslər əgər ağrı ilə bərabər deyilsə və sadəcə səsdirsə, bu çox da ciddi bir problem deyil. Yəni, oradakı bağların oynağın üzərindən keçərkən, hərəkət edərkən yaranan səsləri ola bilər və yaxud da oynağın özünün mayesinin içərisində qabarcıqlar birikir və bu partlayır. Onun səsləri ola bilər, normal sayıla bilər bir yerə qədər. Ancaq əgər bu səslər ağrılarla bərabər olmağa başlayıbdırsa, burada artıq bir oynaq instabilitesini düşünə bilərik. Yəni ki, oynağı çevrələyən əzələlərdə boşluq, bağlarda bir sıkıntı ola bilər və yaxud da kontrolsüz hərəkət, idmandan öncə yaxşı isinməmək, düzgün idman etməmək, bədəni doğru istifadə etməmək nəticəsində yarana biləcək problemlərdir bunlar və bunların həlli əslində çox rahatdır. Pasiyentə düzgün hərəkət mexanikasını öyrətmək və fizioterapiya və reabilitasiya ilə orada var olan o anki problemi gidərmək mümkündür. Bu arada belə pasiyentlərdə eşitdiyimiz şey çox vaxt bu olur ki, bir oynağımdan o birisi oynağıma keçdi problem və yaxud da dizimdə var idi, indi isə dirsəyimdə də başlayıbdı. Yəni, el arasında bu belə deyilir ki, buradan bura keçibdi falan, amma əslində təbii ki, elə bir şey yox. Ağırlıq məşqləri edərkən, misal üçün, insan bir ağrıyan tərəfini çox istifadə etməyib, öbür tərəfini daha çox istifadə etməyə başlayanda avtomatik olaraq zaten mexaniki olaraq düzgün istifadə etmədiyi üçün bədənini o birisi tərəfdə də bir problem yaranır və bunun nəticəsində insanların düşündüyü və algıladığı şey bu olur ki, mənim ağrım bir tərəfdən o birisi tərəfimə keçdi. Halbuki elə bir şey mümkün deyil.